Impact'ın çox məşhur, bir o qədər də lazımlı klampından danışacağım sizə bu videoda. Deməli, bu nədir? Bu nə işə yarayır? Birinci açım, belə açacağım. Danışım sizə. Burada deməli bir dənə belə başlıq var və bir dənə də belə dəmirimiz var. Bu nə üçündür? Bu belə bu formada açılır və hər hansı işıq ayağının, hansısa bir işıq stoykasının ayağının və yaxud da ki, ştativlərin ayaqlarına bağlamaq üçün istifadə olunur. Bu formada sıxırsınız, bağlayırsınız. Bunu sıxdınız, bağladınız. Burada belə özünün yayı da var, özü qaytarır. Bunu sıxdınız, bağladınız və bunun bu tərəfini bunun içərisinə keçirdirsiniz. Bax, bunu salırıq burada içəri hissəyə. Buradan açılır burası və həmin yerə girir. Bunu bu formada bağlayırsınız içəri və bu hissəsində də gördüyünüz kimi şuruplar bağlamaq üçün və yaxud da əlavə hansısa magic arm falan bağlamaq üçün özünün yerləri var bu hissədə.